Bu gün heyvansevərləri hönkür-hönkür ağlada biləcək bir filmlə gəlmişəm. İO. İO bildiyimiz digər heyvan haqqında olan filmlərdən tamamilə fərqlənir. Düzdür, bunun kimi bəzi filmlər var ki, izləmişik. Məsələn, onlara misal olaraq Lamb filmini misal göstərə bilərəm, amma İO tamamilə tamam fərqlidir və festival filmidir. İlk öncə bildirim ki, əslində İO sirkdə yaşayır əvvəlcə və aktivistlər tərəfindən sirkdən xilas olandan sonrakı həyatını göstərir film. İO'nun həyatını göstərir. Aktivistlər tərəfindən xilas olmazdan əvvəl əslində sirkdə İO çox xoşbəxtdir. Orada onun bir qızla duyğusal bağ qurub. Əslində xoşbəxt görünür. Baxmayaraq ki, sirkdədir, amma xoşbəxt görünür. Əslində sirkdən xilas olandan sonra, aktivistlər onu xilas edəndən sonra İO'nun başına gəlməyən hadisə qalmır. Daha az sentimental şəkildə əks elətdirib bunu rejissor, amma əks elətdirdiyi şey insanın içini yavaş-yavaş, zərrə-zərrə, hissə-hissə sökür, dağıdır. Yəni mən film ərzində filmi izləyəndə özümdən asılı olmadan İO ilə, bu eşyayla bağ qururdum, empatiya qururdum. Özümdən asılı olmadan, yəni daha çox film izləyərkən empatiya qurursan eşyayla. Çünki film tamamilə elə göstərilir ki, İO'nun gözündən izləyirik filmi. Bəzən onun meşələr, ətraf, hər şey onun gözündən təsvir olunur. Filmdə minimum sayda, minimum şəkildə dialoq var. Bəzi insanlar üçün bu sıxıcı gələ bilər, amma festival filmi sevən insanlar üçün tam bir ideal filmdir. Filmi izləyərkən düşünürdüm ki, görəsən bu məsəl üçün eşyayı filmdə necə istifadə eləyiblər, nə qədər az zərər veriblər, nə qədər az incitiblər, nə qədər çox incitiblər. Bəlkə bir heyvan haqqında, heyvanların müdafiəsi əslində insan həyatında heyvanlara istəmədən verdiyimiz o zərərlər düşünmədən, heç onlarla empatiya qurmadan, heç onların nə hiss keçirdiyini, nə qədər incindiyini düşünmədən elədiyimiz hərəkətlər əslində onlara nə qədər zərər verir, biz bundan xəbərsiz. Film əslində də bunu əks elətdirmək istəyir və hal-hazırda insanların öz xeyirləri, yəni həyatımızın çox hissəsində belə olub, insanlar heyvanları öz xeyirlərinə görə istifadə ediblər. İstehsalatda olsun, minik vasitəsi olaraq olsun, dost deyərək də olsun. Çünki günümüzdə insanların heyvanları, ev heyvanları bəzək əşyası olaraq istifadə olunur. Okey, itlər və pişiklər hal-hazırda insan həyatında bu qədər önəmli rol oynayır. Çünki bir görüntü var, bir insanın estetik görüntüsü var. İtlə, pişiklə yaşayan bəzi insanlar bunu sevdiyi üçün eləmir. Görüntü xətrinə edir. Necə görünəcəklər, daha mı müasir, modern insan kimi görünəcəklər. Çünki onlar evlərində it saxlayırlar, pişik saxlayırlar. Ferması olan insanlar inəyi saxlayır, keçi saxlayır, qoyun saxlayır. At saxlayanlar və atlar da yarışlar üçün saxlanılır. Bəzi atlar estetika üçün saxlanılır, minik vasitəsi olaraq saxlanılır. Yəni bunlar da artıq insana köməkçi minik vasitəsi olaraq deyil, estetik olaraq. Yəni mənim atım var, mən evdə at saxlayıram düşüncəsi ilə mənim fermam var, orada atım var. Çox baha qiymətə atlar satılır. Yəni bildiyimiz atların qiyməti, yəni insanın bir statusu var, mənim atım var. Yəni belə bir şey var. Status olaraq göstərilir. Amma eşyələrin insan həyatında artıq rolu nədir? Bunu çox gözəl əks elətdirib. Yəni artıq insanlar eşyələri həyatlarından bir şəkildə çıxarıblar. Minik vasitəsi olaraq istehsalatda olsun və yaxud da özlərinə dost olaraq artıq heç kim bunu istifadə eləmir və
filmi izləyərkən düşünmüşdüm ilk dəfə ki, mənim də eşyəyim var idi uşaq olanda və eyni şəkildə əvvəlcə bizim eşyəyimiz var idi. Mən kənddə yaşayırdım. Hədsiz çox sevirdim o eşyəyi və mən heyvanlarla hədsiz bağ quran bir uşaq olmuşam. Əgər toyuğumuz var idisə, oradan bir toyuğum var idi, quzum var idisə, quzum var idi. Yəni maksimum əlimə öyrədib özümə dost elədiyim heyvanlar var idi. Qoyun olsun, quzu olsun, eşyəyimiz olsun. Mən bu eşyəyi hədsiz çox sevirdim. Yəni əslində mənim sevməyimə baxmayaraq bu mövzudan da mövzuya atlayıram həmişəki kimi. Mən yəni günümün bütün hissəsini bir uşaq olaraq insanlarla deyil, heyvanlarla keçirdim və dərdimi, sərimi, dərdləşməyimi hamısını o heyvanlarla eləyirdim. Yəni mən pis oldum, bir şeyə üzüldümsə gedib itimlə söhbət edirdim, həmin eşyəyimlə söhbət edirdim. Yəni bu dostluğu mən ondan qurmuşdum və filmdə də eyni şəkildə sirkdə bir qız var və o eşyəylə duyğusal bağı var, duyğusal bağ qurur, hədsiz onu sevir və eşyək də eyni şəkildə o heyvan, o insanla eyni duyğusal bağı qurur və oradan özüm uşaqlığımı xatırladım və eyni şəkildə atam da bir yerdən sonra artıq eşyəyin bizə gərəksiz olduğunu düşünmüşdü və onu əmimə vermişdi. Təbii ki, əmimgildə eşyəyi tamamilə minik vasitəsi olaraq istifadə olunurdu hələ də, amma indi düşünürəm ki, artıq heç kim eşyəyi bu şəkildə də istifadə olunmur və dünyada artıq bir yararsız heyvana çevrilib. Çünki insanlar bu qədər dərin düşünə bilmirlər, özləri üçün istifadə eləyirlər. Film izləyərkən ancaq düşündüyüm şey mənim uşaqlıqda bütün heyvanlarla bağ qurub, heyvanlarla dostlaşıb, sonunda onu bizə lazım deyil, artıq vaxtı bitib, bizdə qalacaq vaxtı bitib deyə ayrıldığım heyvanları xatırladım. Quzumu eyni şəkildə itirmişdim, eşyəyimi eyni şəkildə itirmişdim. Toyuğu yemək lazım idi deyə onu kəsmişdilər, itirmişdim. Quzunu satmaq lazım idi, artıq çox böyük idi, ətliyə gedərdi, ona görə itirmişdim və bunları xatırladım. Müəyyən müddətli şəkildə bizdə rolu var idi heyvanların və ondan sonra artıq bir yerdən sonra bizdəki rolu bitirdi və mən uşaq ağlımla, uşaq duyğusallığımla ağlayaraq o şəkildə özümə qalırdım. Eşyəyi 6 fərqli eşyəyi canlandırıb mən bunu hiss eləməmişdim, açığı bilmirdim, çünki çox yaxşı bənzədiblər falan. Sirkdən xilas olandan sonra eşyək öz halına qalır və başına gəlməyən hadisə qalmır. Bir futbol meydançasının içinə düşür. Orada səs çıxardığı üçün penaltini buraxan digər komanda eşyəyə nifrət bəsləyir. O birisi komanda eşyəyi özləri ilə qələbə qeyd eləməyə gətirirlər və o biri komandanın fanatları gəlib digər komandanın fanatlarını döyürlər. Sonra da eşyəyi görüb eyni şəkildə eşyəyə nifrət göstərərək eşyəyi də döyürlər. Belə-belə eşyəyin başına gəlməyən qalmır. Yaşaya biləcəyi hər şey yaşayır bu eşyək. Tək qalan eşyək. Gah şəhərin ortasına düşür, orada zoomağazaya gedir, balığı görür, onu balığı görəndə özündən asılı olmaq duyğusal şəkildə üsyan eləyir. Ona doğru gördüyümüz şey heç insanın içinə rahatlıq verən bir hiss olmur. Filmi izləyirsən, getdikcə daha hüznə qapılırsan. Çünki hadisələrin daha pis yerə getdiyini görürsən. Durmadan kimsə eşyəyi xilas elədiyini düşünür, kimsə onu sahibləndiyini düşünür, hardansa harasa amma ortada kimsəsiz, heç kimə lazım olmayan bir varlıq olaraq qalır. Və rejissor bu kimsəsizliyi, lazımsızlığı, ehtiyac duyulmamağı eşyəyin gözündən o qədər gözəl şəkildə ifadə edir ki, sən bunu
hüceyrələrinə qədər hiss edə bilirsən ki, yəni necə yalnızdır, necə lazım, artıq özünü gərəksiz hesab edir və bu İO dediyimiz eşşək keçmiş üçün darıxmağı bilir, ağlamağı bilir, duyğusal şəkildə kədərlənməyi bilir və gözlərindən mən uşaqlıqda da düşünürdüm həmişə eşşəklərə, heyvanlara baxanda onların gözlərində dərin bir kədər olduğunu görürdüm və burada da eyni şəkildə İO'nun gözlərindəki o kədəri hər saniyəsində o qədər gözəl əks elətdirə bilib ki, düşünürəm ki, bu şəkildə bəzi başqa filmlərdə olduğunu bilirəm. Başqa filmlər də var. İO tipində, İO filminə bənzər filmlər də var və onları daha çox izləməyi düşünürəm. Çünki bildiyimiz fərqli ev heyvanları ilə bağlı itlər, pişiklər haqqında olan filmlər izləmişik uşaqlıqdan bu yana. Hamısı çox duyğusal olub, hamısı bizi ağladıb. Biraz empatiya qurmuşuq. Həmişə itlərlə, pişiklərlə empatiya qurmuşuq. Amma bir eşşəklə, bir inəklə, bir nə bilim, keçi ilə quracağımız ayı ilə, canavarla nə qədər empatiya qurmuşuq. Onların gözündən nə qədər bu dünyanı izləməyə düşünmüşük, nə qədər buna can atmışıq. Kimsə bunun lazımsız, gərəksiz olduğunu düşünür. Hələ ki dünyada nə qədər haqsızlıq görən insanlar var. Düşünürlər ki, bəlkə hələ insanları xilas edə bilmirik ki, qaldı heyvanlara. Amma onsuz da bir yerdən başlayır. Zalımlıq dünyada bir yerdən başlayır. Ki, insanlara qarşı olsun, heyvanlara qarşı olsun. Əgər bu dünyada bir heyvanın gərəksiz olduğunu düşünürüksə, ona zülm verməkdən qaçınmalıyıq. Onu ən azından təbiətə buraxmalıyıq. Əgər bir heyvan biz onunla yaşamağı özümüzdə güc görmürüksə bir heyvanla yaşamağı, onu öz halına buraxmalıyıq, rahat buraxmalıyıq. Mən istəyərdim ki, günümüzdəki insanlar daha çox empat olmağı cəhd eləsinlər. İnsanlarla bağlı olsun, heyvanlarla bağlı olsun, bütün canlılarla bağlı olsun, dünya ilə bağlı olsun. Zərər verəcək şeylərdən qaçınmalıyıq, daha az zərər verəcək şeylər eləməliyik. İnsanların gərəksiz heç bir anlamı olmayan hərəkətlər eləyərək dünyaya, heyvana, hər hansı bir heyvana zərər verdiyini görürük. Ümid edirəm ki, bu şeylər dünyamızda azalır. Bu qədər filmlərin, kitabların insanda bir rolu olar, insanda bir təsiri olar, bizə daha çox təsir eləyər. Ona görə də düşünürəm ki, bu filmə baxmalıyıq, bu film izlənilməlidir və sizi bu filmi izləməyə dəvət edirəm. Belə gözəl filmlər izləyin ki, belə gözəl filmlər izləmək insan həyatında vacib rol oynayır. Düşünürəm ki, bu filmi izləmək lazımdır. Hər kəs zövqlər fərqlidir təbii ki. Bu sizin üçün sıxıcı bir film kimi gələr. Çünki filmdə minimum diyaloq var, minimum diyaloq. Bu arada film Rupert oynayır. Vurğulayın bunu. Çox qısa bir görüntülər var, bəlkə də 5 dəqiqə, 3 dəqiqə orada oynayır. Amma zaten filmdə insanların oynadığı bir rol çox deyil. Daha çox eşyəyin gözündən təsvir olunur dünya. Ona görə də səbriniz varsa, heyvanlara qarşı empatsınızsa, heyvanları sadəcə olaraq bəzək əşyası olaraq görmürsünüzsə, mini əşyası olaraq da görmürsünüzsə, o zaman bu filmi izləyin. Xoş seyirlər.